Uşaqlar, indi biz sizlə bugün feil bölməsinin sual cavab edək. Beləliklə, getdik feilin sual cavabına. Ən asan, primitiv bir sualı kimə verim, Rəhmə verim. Rəhmdə görün feil nəyə deyilir? Feil hərəkət bildirir. Hərəkət bildirən əsas hissəsinə feil deyilir. Sualların? Sualların nə etdi? Nə edəcək? Nə etmişdir və s. Yaxşı, Ömər, hər birinin hissəsinin xüsusiyyəti var, feilin xüsusiyyətini sanalar, xüsusiyyətlərini. Məsəl üçün, şəxsin qiymətə görə dəyişə bilir, sonra təsvirlənmə və təsvirlənməyən olur, inkarda və təsdiqdə olur, sonra başqa da ki, Zamana görə dəyişir. Zamana görə dəyişir, təsdiqdə inkarda olur, təsvirlənməyən, qrammatik məna növləri var, bəli, bunları deyək. Deyə bilərsən, Ömər, feili artılan ilk qrammatik şəkilsi hansıdır? Məsəl. İlk qrammatik şəkilsi. Denən Aytaç? İsimdə isə varlar cəm şəkilsi. Feili artılan ilk qrammatik şəkilsi, inkar şəkilsi Mamədi, bəli. Yaxşı, Əlif, düzəltmə feillər 2 ondan düzəlir. Adlardan da feillər. Adlardan da feillərdən, sana adlardan düzəlir. Məsəl üçün, gözəl sifətindən gözəlləşmək, boz sifətindən bozarmaq, sonra mən imsədən mən əvəzindən mənimsəmək, feillərdən də məsəl üçün, qurutmaq sözündə məsələn, qurumaq feilindən qurutmaq, bəli, şəkilsi. Məsələn, ıl var, dır var, tı var, ış var və s. şəkilsilər ış da şır var. İndi mən deyim, Nihat Yolçiyev mənə desin, adlardan düzələn feildir, yoxsa feildən düzələn feildir. Beləliklə, məsələn, yaxşılaşmaq. Yaxşı adlardan düzəldir. Adlardan düzələn feildir, bəli. Məsələn, aldırmaq. Almaq feilindən də feildən düzələn. Təbii ki, feildən düzələn feildir. Aha, məsələn, deyək ki, qocalmaq. Qoca sifətdir. Orada Yaxşı, Nəcəbli Nihat, sən mənə deyirəm, lalla şəkilçi nə zaman parçalanır, nə zaman Ondan sonra artıra biliriksə, ondan ayrı olur. Yox, əgər ondan sonra maq artıra biliriksə, köy götürürəm. Bəzən elə ola bilər ki, sən maq artıra bilərsən, amma mənə bağlı deyil. Əsas mənə bağlı. İndi bir dəqiqə. Nəcəbli, sən mənə deyirəm. Məsələn, deməli, ayaq sözünə bir dəfə lan artıda, bir dəfə laş. Ayaqlanmaq, ayaqlaşmaq. Hansı parçalansın, hansı köy götürülsün? Amma ayaqlaşmaq parçalanırdım, parçalanırdım belə. Çünki uşaqlar ayaqlaşdılar, burada parçalanır, köy götürür, amma ayaqlanmaqda parçalanır. Düzdür, ayaqlanmaqdan parçalanır, düzdür, bəli. Aha, yaxşı. Elə hamınıza sual verirəm, bu tərəf istəmirlər çəkilməklərini, ona görə məcburi deyil təbii ki. Qızlar, sizə sual verirəm. Mənə xala şəkilçisinə deyilsin. xala. Xala, təzə verirsiniz, xala. Bildiyiniz xala deyil, ha, xala. Deyil. Çalxala. Və yaxud da obxalamaq. Ay, sağ ol, bəli. Elə olsun çalxalamaq, düzdür. Qun şəkilçisinə bir feil düzəldək könül. Qurmaq. Qun şəkilçisi, qun. Udqunmaq, feil var udmaqdan sakit ola uşaqlar. Və deməli, sən də ır-ır şəkilçisinə, Aysun Şunlar, de görüm ır-ır şəkilçisinə feil düzəld. Qaçma feilindən qaçırmaq. Yaxşı sakit olar. Mürəkkəb tərkibi feillər. Zeynəb hansılardır? Mürəkkəb tərkibi feillər. Tərkibində oled, bir gün olanlar. Aha. Bəs məsələn, tutaq ki, deyirəm ki, A variantı yaza bilmək, B variantı danışa bilmək, C variantı yaxşı bilmək. Bunlardan hansı mürəkkəb tərkib feil deyil? Yaxşı bilmək, çünki orada üstü yoxdur. Düzdür, yaxşı. Aytad, sən sualına cavab ver görün. İnkar şəkilçi Mamə hansı zaman şəkilçilərini görəndə öz saitini itirir? Biri iki zaman, biri də var. Sakit olar. Baxmaram axan göz yaşıma. Baxmaram sözünü kökə şəkil çağır. Bax sözün kökü. Orada bir dəqiqə. Hə, yaz bax görək. Baxmaram. Deyim Deyirsə sən də baxmaram sözünü kökə şəkil çağır. Mənim bax sözün köküdür, orada mı şeydir, inkardır. Qətiqə zaman şəkilçisi var deyənlər saytının birini itirirdir. Ar zamandır, digəri də şəxs olmalıdır. Bəli, oradakı orada şəxs oldu. Baxmaram sözünü firuzə kökə şəkil çağır. Mən bax sözünü mən orada Burada bax sözün köküdür. Aha. Baxmıram. Burada kravatdır. Baxmaram sözünə mənə inkardır. Saati yoxdur çünki ıl gəlib, zaman gəlib. Andakı şəxs olur. Yaxşı uşaqlar sakit olar. Sonra feilin hansı sadə şəkildir ki, Türkanə? Onun inkarını düzəldəndə mamədən də istifadə edə bilərəm, deyil sözündən, hissəciydən istifadə
istifadə edə bilərəm. Yəni, iki yolla düzəldərəm imkanını. Lazım şəkil. Xeyr. Baxmamalıyam da deyə bilərəm. Baxmalı deyiləm də sayfalar. Baxmalı deyiləm də deyə bilərəm. Bəli. Xalit, bəs sən deyə bilərsənmi? Deməli, su duruldu. Duruldu. Adlardan düzələn feildir, yoxsa feildən düzələn feildir? Duruldu mən. Feildən Yox, mən doğru deyim. Rus sifətindən. Rus sifətindən. Bəli. Feilin qrammatik məna növləri. Feilin hansı qrammatik məna növüdür ki, Zəhra xanım? Xəbəri yalnız üçün şəxsin təkində olur. Sakin. Yalnız üçün şəxsin deyim. Sakin. Şəxsin növ. Məhsulun şəxsin ortaq cəhətindir. Deyim mən. Deyim sözünü yoxsa. İkisindən bir tanesi. Yox, mən Fikirləş, fikirləş. Rəşad? Mən ikisine ben miktarda var ama onun hakkında sübyetim. Yox. Hər ikisinin Rəşad edir. Hər ikisinin subyekti olur. Amma məhsul müddədə olur. İndi belə deyək. Hansı növdür ki, Aysel sən de, feilin hansı qrammatik məna növdür ki, subyekt həm də obyekt olur? Hansı növdür ki, subyekt olur, obyekt mübtəda vəzifəsində olur? Yəni, obyekt subyektin yerinə çekilir. Məqsul. Hansı növdür ki, ən az iki subyekt olur, biri yönəldən digəri icra edən? İcbar. Bir isə subyekt tərəfindən icra olunur. Bu da oldu, qarşılıq bilgilərini. Aysel, tap görək, oğlunu liseydə oxutdu. Digər cümləmizdə isə məktubu oxutdu. A variantı, oğlunu liseydə oxutdu. B variantı, məktubu oxutdu. Hansı məlum, hansı icbar? B elə deyim. Adam məlum. Uşaqlar sakit olsun, xahiş deyim sözün yaxşıdır. Hə, buyur. A məlum, B də icbar. Yəni, oğlunu liseydə oxutdu, hansı məlum? Özü oxudu, ikincisi də kəsə oxudu. Həsən oxudu, icbar növ, bəli. Yaxşı, sonra sual verək. Ömər, sualıma cavab ver. Deyirəm ki, mən onunla, belə deyim, mən həyətdə gəzişdim. Onunla, mən həyətdə gəzişdim. Hansı nə olacaq? Onunla demirəm, onunla yığışdım. Mən həyətdə gəzişdim, özüm, tək. Özüm tək məlumda olur. Məlum olur, düzdür, bəli. Yaxşı. Meyvə, məsələn, ərik şirə verdi, sulandı. Hansı növ? Ərik şirə verdi, sulandı. Ərik kimisə sulanmır, özü sulanır, ona görə də qayışdır. Olmadı. Çorbadan parçalandı. Bəs yaxşı, nə var? Kabab sulandı. Lanı parçalamayanda mən Deməli, kabab sulandı. Gözü Sulandı, meyvə sulandı. Meyvə sulandı iki cür yola görə. Əgər meyvə Ağacları sulandı deyirsə sulamaq. Amma belə şirə verib hansı bir meyvə sulanırsa, bu nə olur? Məlumdur. Və sonra Fəqan, sən tap görün, kətə yağlandı. Ama kötü de yapmanda mağlup. Məqsul, sakin, saçım yağlandı. Ben yine Nə öyrətmişdi Rəşad? İcbar növü tapa bilməndə nə artırırdı? Həsənə. Özüm eləyirəmsə məlum növdür. Həsənə gördürəmsə icbar. Gəl tapa. Yeri qazdın. Həsən. Yerində qoy Rəşad desin. Özüm kaldım. Həsənə qazdın. İcbar. Meyvələri satdı. Həsənə satdı. İcbar. Yaxşı. Birini də tap görüm. Məsələn, işığı söndür. Özü söndür. Məlumdur. Birini də tap. Boşqabları sındır. Özüm Nə oldu? Məlumdur. Təsvir olsun ki, vaxtımız bitir. Biz feil tam sual cavab verəmədik. İnşallah növbət dərsdə yeni bir ətraflı sual cavab edərik. Sağ olun.